Hörmətli izləyicilər, Tovuz rayonunun gözəl bir kəndi, Qərifli kəndi. Aşıq Qərif deyir, dayana mən qərivəm qərif. Burada gəlib adam elə gözəl istirahət edir. Kəmalə xanım, bura haradır? Bura Qərifli kəndi. Qərifli kəndi, bəli. Qərifli kəndi çox gözəl bir kənddir. Həqiqi də mənzərəsi, maşınlar oradan gedir, asfalt yola çox yaxın. Bir də dağları göstər. Bir dənə buranın bilirsiniz nəyə çatmır, paseyni çatmır, besetkası var. Bir də qulsu çatmır. Çay bulağı var da başında. Buranın da gözəl. Evet. Keçək bir dənə evimizlə tanış olaq. Evimizlə sizi tanış eləyək. Evimiz 2 otaq bir zaldır. Elə zaldan sizə göstərək. Məncə remontu bir 90% ən az qənaətbəxşdir. Çünki bir dənə boyunla lafıdır. Vəssalam, hər şey var. Bütün əşyalar da onu da deyim ki, bütün əşyalar da içərisində evin satılır. Birinci yataq otağı. Gördüyünüz hər bir mebel, bəzi xırda bir şeylər, ev yəsinə aid olan bir şeylərcə götürülür. Hə, əşyaların 90% qalır. Bəli, bəli. Bura neçənci otaq Kəmalə xanım? İkinci otaq. Neçə? İkinci otaq. 2 yataq otağı, bir dənə də zal. Hamamız hazır, demək olar 100% hazırdır. Mətbəxi də yenə hazırdır. Evə girən kimi sola döndüm mətbəx. Hə? Keçək. Qavqaza yoxsa yaxşı mətbəx. Yaşayış yoxdur da. Keçək sizə bir dənə mansarda göstərək. Çünki hamam mətbəxin isti suyu aristondur. Gördüyünüz kimi plənkənin altında. Buradan mansara çıxış da. Keçək bir dənə göstərək. Gördüyünüz kimi bəli mansarı. Onu da deyim ki, istiliyi içəri verməmək üçün yayda çorlu polda düzülübdür. Keşək sərindir. Düzdür, tam olaraq hazır deyil bura, amma çox gözəl bir balkonu var. Burada gözəl balkon var, hər yer görünür. Meşəli adama ləzzət edir. Göstər oradan qəşəng sıx meşəliyi, həm də körpə meşəliyi. Bəli. Gördüyünüz kimi asfalt yolu, qırmızı şifrli ev, onun yanında da asfalt, yəni çayın o özüdür. Asfalta yaxındır, onu da deyim. Axıra qədər izləyin. Çox gözəl qiymata qoyub, yəni istirahət mərkəzi. Keçək sizi bir dənə gedək, besetkasıyla da tanış edək. Gördüyünüz kimi mansardan da arxa görüntüsü. Kimi mansara üçün plənkəndə düzülüb. Bir dənə işıq sistemini də göstərin. Çox gözəl işıqlarını da çəkilib. Dekorativ güllərini də müəllim zəhmət olmasa göstərin. Besetkamızın ətrafında moruğu, çələmi. Çələmi bir dənə göstərelim müəllim. Besetkamız da çox gözəldir. Onu da deyim, bax, kötük var. Şişi var. Gördüyünüz kimi. Çay var, duzu var. Nəyi yoxdur? Bir dənə quzusu yoxdur. Elm müəllim çatmayan bir dənə quzudur. Zəhra müəllim gözünü verib moruğa. Zoğala, dəli zoğalı diblər. Qalıb bütün şıxları yenə deyəm, çox gözəl. Bəh, topumuz da varmış, bulaq suyu. Elm müəllim zəhmət olmasa bulaq suyunu da çəkin. Yəni hər biri əl əməyi var, demək lazımdır hər birində. 12 sotun içərisindədir. Amma yenə də əhatəsi genişdir, çoxdur. Besetkadan olan mənzərəmiz hər bir şeylə sizi tanış elədim. Sənədləri də yenə qaydasındadır. 12 sotun sənəti var. Yenə əlavə də var. Çox gözəl də mənzərəsi var. Qiymətdə demirik. Sizdən əlaqə saxlayarsınız. Profilin altında nömrə var. Bir diqqət çəkən məqam var. Bax, besetkanın kənarında qızıldır. Bəh. Burada lazım olan vaxtda oturasan, qızıl gül nəsli səni bir xoş eləsin.